qədər qırışların açılma effektini hiss edə bilərik. Bunun səbəbi isə həmin bu kremlərin tərkibində olan dərinin quruluğuna qarşı təsir göstərən, məsələn, su. Bəli, kremin daxilində olan su molekulu əvvəla həmin bu qırışlara, xırda qırışlara təsir edərək, dərinin itirilmiş, belə deyək ki, suyunu ona verərək müəyyən qədər bu qırışların yenəlməsinə, düzləşməsinə səbəb ola bilər. Amma burada rol oynayan həmin o kollagen molekulu deyil. Ancaq təəssüf ki, bu kollagen molekullu kremlər indiki bazarda çox sürətlə yayılır və baha qiymətə satılır. Həqiqətdə isə onların sizin dərinizə nəmlilik verməkdən başqa heç bir faydası yoxdur. Nəmlilik isə müxtəlif alternativ kremlərlə istifadə edərək tətbiq etmək, daha doğrusu ortaya çıxarmaq olar. Yəni, sözünün canı bu reklamlara aldanıb da bu kremlərə bu qədər pul verməyə dəyməz.